Salam əzizlər, xoş gördünüz yenə mənim kanalımda. Mən sizin tarix müəllimimiz Tural Hoca. Bu mövzuda sizə Uyğur dövləti, Uyğur xaqanlığı, Uyğurların yaranması, yüksəlişi və onların süqutu haqqında qısa video çəkəcəm. Daha doğrusu mövzunu izah edəcəm. Başlayaq. Uyğur dövləti yaranıb 744-də, süqut edib 842-də. Amma biz təkcə bu tarixi yox, biraz əvvəlcə Uyğurlardan danışacağıq. Sonra bu dövlətin yaranması, yüksəlişi və süqutunu sizə təsvir edəcəyik. İlk öncə gəlin Uyğurlar haqqında danışalım. Uyğurlar bir xalq olaraq Türk xalqıdır. Yəni tayfa xalq desək, bunlar türkdülər və daha çox bunlar haqqında məlumat Çin mənbələrinə rast gəlinir. Deməli, Uyğurlar haqqında 2-ci əsrdə mənbələr məlumat verir. Təbii ki, nə mənbələrdir bunlar? Çin mənbələri. Necə ki, məsələn, belə deyək də, Manna haqqında ilk məlumatı deyirdi ki, Asur mənbələrində biz rast gəliriksə, Uyğurlar haqqında da məlumatlara Çin mənbələrində rast gəlirik. Digər tərəfdən Uyğurların biz Göytürklər dövlətinə tabe olduğu və Göytürklərin ordusunda xidmət etdiyi haqqında da məlumatlar var. Yəni Göytürklərə tabedirlər bunlar. Tabe olub onların ordusunda xidmət ediblər. Daha doğrusu, daha dəqiq desək, mahir oxçu olublar. Göytürklər belə deyək, orduda oxçuluq belə deyək, hissəsini Uyğurlara veriblər də deyə bilərik. Yəni Göytürklərin ordusunun ən mahir oxçuları Uyğurlar olub. Davam eləyək. Uyğurların yüksəlişi Göytürklərin zəifləməsi ilə belə deyək, üstə düşür. Uyğurlar gücləndikcə, daha doğrusu Göytürklər zəiflədikcə Uyğurlar güclənir. Və Uyğurlar bir yerdə Göytürklərə qarşı üsyan qaldırır. Bu üsyanların birində Uyğurlar Göytürk hökmdarını öldürürlər. 744 Uyğur üsyanı. Nəticəsi nə olacaq? Nəticədə Göytürk hökmdarı öldürülür. Öldürülür. İkinci Göytürk dövləti süqut edir. Bunu kim süqut etdirir? Təbii ki, Uyğurlar. Tamam. Uyğurlar artıq başladılar öz dövlətlərini qurmaq. İndi başlayaq biz Uyğur dövlətini izah eləməyə. Uyğur dövlətində nə görəcəyik biz? Uyğur dövləti yaranıb, əvvəldə də dedik də bunu 744-də, süqut edib 842-də. Deməli, kim yaradacaq bunu? Daha doğrusu, yarandığı il neçənci ildir? 744-cü ildə yaranıb. Kim yaradıb? Qutluq, Bilgə, Kül xaqan və yaxud əvvəllər Gül xaqan yazılırdı, indi Kül xaqan olub. Kül xaqan bu dövləti yaratdı. Paytaxtı. Düşünürsünüz ki, ordu Ötükən şəhəridir? Yox, Ordu şəhəridir. Ordu şəhəri. Yəni biz Mete xandan, daha doğrusu Teoman xandan görürük ki, bunların paytaxtları, türklərin paytaxtları Mərkəzi Aziyada daha çox Ötükən olub. Yəni Asiya Hun dövlətində də, 1-ci Göytürkdə də, 2-ci Göytürkdə də dövlətin paytaxtı Ötükən şəhəri olub. Ötükən şəhər dediyimizdə, yəni bizim bildiyimiz bu şəhər, evlər, nə bilim, küçələr falan deyil də, daha çox bunlar çadır şəhərciyi deyək də, ona biz çadırlar qurulduğu bir yer olub, Ötükən onların yurd mərkəzi olub. Amma artıq Uyğurlar həmin o mərkəzi hara keçiriblər? Ordu şəhərinə. Okey. Söhbət kimdən gedirdi burada? Qutluq Bilgə Kül xaqandan. Onun hakimiyyət illəri 744, 745. 745-ci ildə Uyğurlarda yeni hökmdar gələcək hakimiyyətə Moyonçur. Moyonçurun hakimiyyət illəri 745, 759, 14 il deyək. Moyonçurun hakimiyyətə gəlişi ilk vaxtlar etirazlarla. İlk vaxtlar buna qarşı nə olur? Etirazlar olur.
Amma sonradan hakimiyyətini nə edə bilir? Sonradan hakimiyyətini möhkəmlədə bilir. Yazdıq bura qədər. Bu zaman 751-ci ildə Mərkəzi Asiyada Talas döyüşü olur. Talas döyüşündə ərəblər Çinlilər vuruşur. İndi tarixi mənbələr başqa şeylər deyir. Tarixi mənbələr deyir ki, ərəblər bu döyüşdə qalib gəlməsi səbəbi onlara burada yaşayan türklərin, qarluqların köməyi falan səbəbdir. Amma yəni biz dərsliyə əsaslanaraq bu videonu çəkirik və daha çox abituriyentlər üçün çəkirik. İndi MİQ və yaxud sertifikasiya hazırlaşanlar da bu videodan istifadə edə bilər. Ərəblər bu döyüşdə qalib gəlir Çinlilərə. Belə başa düşəyində, yəni mən burada xəritə üzərindən belə izah edeyim sizə ki, təxminən Talas döyüşü burada bu ərazilərdə bir yerdədir. Ərəblər gəlib bura qədər çatıblar. Çinlilər isə burada İpək yolu üzərindən, daha dəqiq desək, burada İpək yolu keçir. Bu İpək yolu üzərindən biz görürük ki, Çinlilər qərbə doğru irəliləyirlər. Bu irəliləmənin, yəni Çinlilərin qərbə doğru irəliləməsinin yolu üzərində də ərəblər gəlib bura qədər çatıblar. Bunların arasında burada döyüş olur, Talas döyüşü. Həmin o döyüşdə ərəblər Çinliləri məğlub edir. Ərəblər onsuz da bir şəkildə Ərəbistandan gəlirlər. Görürsünüz, burada İranı keçirlər, sonra burada Xorasanı keçirlər, gəlirlər Mərkəzi Asiyaya. Yəni onlar öz hansı ki mərkəzlərindən çox uzaqlaşırlar. Yəni ərəblərin buradan bu tərəfə gedəcəyi yoxdur. Amma Çinlilərin buradan bu tərəfə gedəcəyi var. Yəni əgər Çinlilər qalib gəlsə, qərbə doğru irəliləyəcəklər. Ərəblər isə qalib gəlsə də şərqə doğru irəliləmirlər. Daha doğrusu öz yerlərində elə qalırlar. Hansı ki, dəniz arxası deyilən, bax bu Amudərya və Sırdərya çayları arası deyilən ərazi Mavarin Nəhr adlanır. Orada qalırlar. Çinlilər isə məğlub olublar deyə geri qayıdırlar. Yəni özünüz düşünün, ərəblər qalib gəlib irəliləmir, Çinlilər də məğlub olub deyə geri qayıdır. Bəs bu ərazidə, yəni bizim bildiyimiz Mərkəzi Asiyada kim möhkəmlənməlidir? Həmin dövrdə yeni yaranıb güclənən Uyğurlar. Uyğurlar bu döyüşdən sonra, yəni bu döyüşün nəticəsi, yəni Talas döyüşünün nəticəsi daha çox kimə sərf eləyir? Nəticədə Uyğurlar haranı ələ keçirir? Mərkəzi Asiyanı. Tamam. Moyonçurun dövründə bir hadisə də olur. Çində imperator hakimiyyətdən salınır. İmperator hakimiyyətdən salınır. Bu hadisə harda olur? Çində. Hakimiyyətdən salınmış imperator öz hakimiyyətini bərpa etmək üçün Uyğurlara müraciət edir. Uyğurlar da bunu Çinin daxili işlərinə qarışmaq üçün bir bəhanə kimi bilib Çinə yürüş edirlər. Çinə yürüş edir və imperatoru hakimiyyətini bərpa edirlər. Əla, çox gözəl. Bəs bu imperator bunlara qarşılıq nə verməlidir? Nəsə bir xərac falan verməlidir. Buna görə də Çinlilər Uyğurlara xərac verirlər. Amma bu xərac nə ilə olacaq? İpək ilə. Yəni qızıl, gümüş falan deyil də ipəklə. Başa düşdükmü bunu? Deməli, Çində çevriliş olur, üsyan qalxır, sərkərdə imperator hakimiyyətdən salır. Bu arada onu qeyd edelim ki, həmin o sərkərdənin anası da türk qızıdır. Bu zaman həmin o hakimiyyətdən salınmış imperator Uyğurlardan kömək istəyir. Uyğurlar da gəlir, imperatoru hakimiyyətini bərpa edirlər. Buna görə də imperator bunlardan asılı vəziyyətə düşür və başlayır bunlara nə verməyə? İpəklə xərac verməyə. Moyonçurdan sonra hakimiyyətə gəlir Bölgü Xaqan. Bölgü Xaqan
Hakimiyyətlilərin yazsaq 759, 779. Bölgü xaqanın dövründə Çinin asıllığı daha doğrusu, Çinin daha da güclənir. Aha. Uyğurlar Çinliləri həm qiyamçılardan, həm də onlara yürüş edən Tibetlilərdən neyinlər? Qoruyurlar. Yəni bunların hər ikisindən qoruyurlar. Bunun müqabilində təbii ki, Çinlilər bunlara nə verir? Xərac verir. Çinə yürüş edən Tibetlilər, belə deyək də, Çinə yürüş edən Tibetliləri məğlub edəcəklər bunlar. Çinə yürüş edən Tibetliləri darmadağın edirlər. Yəni Çinə yürüş edən Tibetliləri niyə məğlub eləsinlər? Niyə onlarla vuruşsunlar? Çünki Çindən xərac alırlar. Bir də bunlar Çinin bütün ticarətini ələ alırlar. Çinin bütün ticarətini ələ alıb nəzarət edirlər. Belə olan halda kiminsə bu Çinə yürüş eləməsi, Çinliləri məğlub etməsi, onların sərvətini ələ keçirməsi təbii ki, Uyğurlara sərf eləmir. Ona görə də Uyğurlar nə edəcək? Hər hansı bir müdaxilənin qarşısını özlərinə olunmuş bir müdaxilə kimi alamağa çalışacaqlar. Necə ki, biz görürük, Çinə yürüş edən Tibetliləri bunlar darmadağın edir. Bu Tibetlilərlə bağlı başqa bir türk hökmdarı da var, Metin xan. O da Tibet və Monqol tayfalarını tabe eləyib. Yəni bu Tibetlilərin məğlub edilməsi bir tərəfdən də Uyğurlarla bunlar arasında oxşarlıq ola bilər. Deməli, baxaq burada biz Bölgü xaqanın dövründə başqa nə olacaq? Bölgü xaqanın dövründə maniçilik qəbul olunacaq. Maniçilik qəbul olunur. Bu yaxşı bir şey deyil. Sonradan biz bunu görəcəyik ki, dövləti zəiflədəcək. Sonra baxaq, Bölgü xaqandan sonra hakimiyyətə gəlir Bağa Tarkan. Hal-hazırda dərsliklərdə o qədər də istifadə olunmasa da ortaq türk tarixində və əvvəlki kitablarda var idi. Bağa Tarkan hakimiyyətliləri 779 yaxud indi 780 götürürlər. Olsun 789 belə. Bağa Tarkan və bundan sonra gələn artıq Uyğurlarda dövlət zəifləyir. Qırğızların üsyanı falan bunların nəyinə gətirib çıxarır? Süqutuna. İndi baxırıq Uyğurların zəifləmə səbəblərinə. Niyə Uyğurlar zəifləyiblər? Uyğurların zəifləməsinin nəyi? Səbəbləri. 1. Xaqanlara sui-qəsdlər. Qəsd. Nə deməkdir sui-qəsd? Xaqanları öldürürlər. Hakimiyyətə kim gəlsə, hökmdara sui-qəsd təşkil edir, onu öldürürlər. Bu nə demək olur? Bu o demək olur ki, bunlarda hakimiyyət uğrunda mübarizə var. Yəni xaqana sui-qəsd eləyəcək bir adam, adi bir sıradan bir adam olmayacaq. Təbii ki, ona o səviyyədə və yaxud ona yaxın bir adamlar olacaq ki, bunu öldürməyə cəhd eləyəcəklər və buna nail olacaqlar. Demək ki, belə deyək, problem varsa, burada hakimiyyət uğrunda mübarizə var və bunun da nəticəsində dövlət nə olmalıdır? Zəifləməlidir. Başqa nə səbəb ola bilər? İqlim dəyişməsi ola bilər. İqlim dəyişməsi niyə səbəb ola bilər? Çünki Uyğurlar da digər türk tayfaları və xalqlar dövlətləri kimi əsasən belə deyək, ticarət olsa da bunlarda mal-qara olsun, əkinçilik olsun mühüm amildir. Yəni dövlətin də gəlirlərinin müəyyən bir hissəsi buradan gəlir. İqlim də dəyişirdi. Nə baş verməlidir burada istər-istəməz? Yəni təbii ki, gəlirlərdə müəyyən azalmalar olacaq. Ona görə iqlim dəyişmələri də mühüm burada səbəb ola bilər. 3. Dini pərakəndəlik. Nə deməkdir bu? Yəni vahid din yoxdur da, bunların arasında bir yox, bir çox din ola bilər. Xüsusilə burada biz nəyə qeyd eləməliyik? Maniçiliyin Uyğurların
döyüş ruhunu aşağı salması. Bax, bu da səbəbdir. Çünki maneçiliyə görə müharibələr olmaz, öldürmək olmaz, bu kimi şeylər olmaz. Maneçilik dini daha çox sülhü təşviq edir və maneçilik dininə görə müharibə olmaz, döyüşmək olmaz. Amma Uyğurlar döyüşkən millətdir, Uyğurlar qəhrəmandır. Görürsünüz, Tibetləri məğlub edirlər, Çinə hücum edib oranı özlərindən asara salırlar. Amma yekunda nədir? Bunlar maneçiliyi qəbul edəndən sonra, hansı ki Bölgü xaqan qəbul edib, ondan sonra bunların döyüş ruhu getdikcə nə olur? Aşağı düşür. Nəticədə dövlətin zəifləmə səbəblərindən biri də həm də maneçiliyin qəbulu nəticəsində Uyğurların döyüş qabiliyyətinin azalmasıdır. Deməli, nəticədə nə olur? 842-ci il və yaxud 9-cu əsrin neçənci yarısı? İkinci yarısı yaxud 40-cı illəri deyək, Qırğızların üsyanı nəticəsində Uyğur xaqanlığı nə olacaq? Süqut edəcək. Uyğurlar süqut etdi. Amma Uyğurlar təbii belə deyil, bir ad qoydular, getdilər. Uyğurlar bir mədəniyyət qoydular, getdilər. Deyə bilmərik, ən yaxşı mədəniyyəti yaratmış Türk xalqı Uyğurlardır. Amma deyə bilərik ki, ən gözəl mədəniyyət nümunələri yaratmış, ən gözəl bir mədəniyyət qurmuş Türk xalqlarından biri Uyğurlar idi. Uyğur mədəniyyəti. Nə deyəcəyik? Şəhərlər salıblar. Yəni Uyğurlar şəhərlər salıblar. Yaxud dağılmış şəhərləri bərpa ediblər. İndi baxaq, hansı şəhərlərdən söhbət gedir burada? Diqqətlə baxın, bunların paytaxtı Ordu şəhəridir, o heç. Amma burada baxsaq görəcəyik, 5 balıqdır, Ötükən heç qalsı yerində. Qarabalasagundur, Balqasun, burada Balasagun olma. Nəysə, Talas, Turfan və s. bu kimi şəhərlər. Daha çox biz Uyğur şəhərlərini sonraki tarixdə Qaraxanlı dövlətinin şəhərləri kimi də görəcəyik. Yəni bu dövlətin yarandığı ərazidə bir də Qaraxanlı dövləti olacaq bir neçə müddət sonra. Orada biz Uyğur şəhərlərini həmin o dövlətin tərkibində görəcəyik. Baxaq, dağılmış şəhərləri bərpa edirlər, yeni şəhərlər salırlar. Ümumiyyətlə, bunlarda şəhər həyatı necə olacaq? Şəhər həyatı inkişaf edəcək. Səbəb nədir? Ticarət yolları. Yolları ərazilərindən keçir. Yəni, bunların ərazilərindən hansı yol keçir? Təbii ki, əsasən İpək daşındığına görə İpək yolu kimi tanınan biz əsas ticarət yolundan danışırıq burada. Sonra nə görürük biz? Deməli, Uyğurlar mani təlimini yaymaq üçün deməli, bunlar neyirlər? Kitab çapına başlayırlar. Kitab çapına başlamaq üçün bunlar nəyi bilməlidirlər? Kağızı bilməlidirlər. Kağız istehsal etməyi öyrənməlidirlər. Avropalılardan öncə olub. Bunlar həm də kitab çap edirlər. Yəni, kitab çapını, belə deyək, nə üçün edirlər? Mani təlimi üçün eləyəcəklər. Bu arada kitab çapını eləyən Çinlilərdir. Çinlilərdən öyrənib Uyğurlar. Uyğurlardan öyrənib ərəblər və nəhayət bundan sonra ərəblərdən öyrənən Avropalılardır. Avropalılar görün hardan hara, yəni Çinlilərdən Uyğurlara, Uyğurlardan ərəblərə, ərəblərdən isə Avropalılara. Belə, Uyğur dövləti, Uyğur xaqanlığı süqut eləsə də görürsünüzmü, bu günlərdə biz hələ də Uyğurlar dövründə yaranmış şəhərlərdən bəzilərini tarixdə görürük, coğrafiyada xəttdə görürük. Yəni, bu o deməkdir ki, biz, belə deyək, tarixi öyrənməliyik, bilməliyik. Ona görə də daha bir mövzunu diqqətlə öyrənin, qeydlərinizi mütləq şəkildə götürün, çalışın həmişə videoya baxdıqda yanınızda qeyd dəftəriniz olsun, mütləq şəkildə əlavə qeydlərinizi eləyin. Amma mən ola bilər ki, videoda hər şeyi deməyə bilərəm, bu normal bir şeydir. Yəni, məsələn, ki, o qədər faktlar ola bilər ki, və yaxud video izləyəndə
Başım qarışa bilər, nəyisə deməyə bilərəm. O deyə bilmədiyim, çatdıra bilmədiyim məqamları da siz mütləq şəkildə kitabdan və yaxud internet resurslarından istifadə edərək tamamlaya bilərsiniz. Sağ olun, növbəti videolarda görüşmək ümidindən sağollaşıram.